Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı cümlenizin üzerine olsun. Allah Teala hamınızdan razı olsun. Allah Teala gelen günlerinizi hayırlı eylesin. İşlerinizi avan dilesin. Ettiğiniz bu aydaki ibadetlerinizi ve cami ibadetlerinizi Allah Teala Kerbela şehirlerine, Ehl-i Beyt'e, İmam Hüseyin Aleyhisselam'a hatır kabul eylesin. O cümleden bizim de ibadetlerimizi kabul eylesin İmam Hüseyin Aleyhisselam'ın hatırına. Size ilerideki günlerde vədə vermişəm ki, ayağını surette size namazı kılacağım ki, yani olabilir aranızda elə insan olar, məsələn yaşı olar 30, 40, ama kiminsə yanına gedib öyrənməyə utanar. Yani ona göre burada beləci şəraitləri biz yaradırıq ki, elə insanlar bizim sözlərimizə, hərəkətlərimizə baxıb namazı öyrənsinlər. Bizim qəsdimiz özümüzü göstərmək deyil. Bir olan Allah Teala özü bilir. Bizim qəsdimiz fəqət burada Allahın razılığını ələ gətirməkdir. Hamı görür ki, biz dindarıqsa, söhbət ediriksə, deməli namaz qılan. Təzədən burada özümüzü göstərməyə ehtiyac yox. İndi mən namaz qılmağa başlayıram. Birinci dəfə sübh namazını qılıram. Sübh namazı 2 rəkətdir. Cəmi 17 rəkat namaz var. Onların ikisi sübh namazıdır. 4'ü zöhr, yəni günorta vaxtı. 4'ü də əsrdir. Yəni o da zöhr namazının dalıcan qılınır. Sonra axşam oldu. Şam namazı olur 3 rəkat. Sonra da xiftə namazı olur 4 rəkat. 17 rəkat. Birinci dəfə mən sübh namazını qılıram. Çünki sübh namazı özdə 2 rəkat olur. Zöhr 4 rəkat olur, əsr 4 rəkat olur, şam 3 rəkat olur, xiftə 4 rəkat. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İndi namaza başlayıram. Əvvəl namaza belə başlayırsan. Estağfirullah Rabbi ve etubu ileyh. Estağfirullah Rabbi ve etubu ileyh. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne emiral müminin Aliyan Veliyullah. Eşhedü enne emiral müminin Aliyan Hüccetullah. Hayye ala salati, hayye ala salah. Hayye alel felahi, hayye alel felah. Hayye ala hayril amali, hayye ala hayril amal. Kad qamet salatu, kad qamet salah. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. 2 rəkat sübh namazı qılıram, vacib qürbətən ilallah. Allahu Ekber. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke ne'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratellezine en'amte aleyhim gayril mağdubi aleyhim velezzallin. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil kadr. Ve ma edrake ma leyletul kadr. Leyletul kadr hayrun min alfi şehr. Tenazzelul melâiketu ve ruhu fiha bi izni rabbihim min kulli emr.
Selamun ya hatta matla'ul fajr. Allahu Ekber. Sübhane Rabbiyel azim ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Semi'allahu liman hamidah. Allahu Ekber. Sübhane Rabbiyel a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Estağfirullah ya Rabbi ve etûbü ileyh. Sübhane Rabbiyel a'la ve bihamdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Bihevlillahi ve kuvveti egum ve egud. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Er-Rahmanir-Rahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratellezîne en'amte aleyhim gayril mağdubi aleyhim velezzallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Kezalikallahu Rabbuna. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Rabbena atina fid dünya haseneten ve fil ahireti hasene ve gina azaben nar bi rahmetike ya erhamer rahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Sübhane Rabbiyel azim ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Semi'allahu liman hamidah. Allahu Ekber. Sübhane Rabbiyel ala ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Sübhane Rabbiyel a'la ve bihamdih. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ya hayral mes'uline ve ya hayral mu'tine urzugni ve riyali min fazlike ve inneke zul fazl azim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahu Ekber. Elhamdülillah. Eşhedü en la ilahe illallah vehdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Esselamu aleyna ve ala ibadillahi salihin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Namaz, yani sübh namazı burada tamam oldu. Şimdi bu namazdan sonra yani zikirler demek lazımdır. Eğer bir insan zikir demeyende, Allah'tan istemeyende haberlerde var ki Allah Teala diğer meleklerine ki yani onun etrafından dağılış. Onun bize ihtiyacı yok. Yani insan hemşe Allah'a ihtiyacı var. Allah'tan istemelidir. Dileklerini, hacetlerini istemelidir. Allah'la yani ne kadar çok danışsa elə bil ki öz istediğin bir insandan ne diyecek ayrılmak istemeyen kimi gerek elə olsun. Veya evde birine konağa gelir. Konağa gelmek isteyende onu ne elirsen yani ne kadar ötürsün hatta onu
maşınla yola salsın, maşınla aparsın, daha yaxşı. Yəni namazdan sonra olan təəqqübatlar bir növ ona bənzəyir. Yəni namazdan sonra bir qədər təəqqübatlar deməlisən. Təəqqübatlar da, yəni bilirsiniz də, ən birinci bizə, yəni alimlərimizdən, imamlarımızdan, peyğəmbərimizdən gəlib çatan xəbər belədir ki, ən birinci Fatimə-i Zəhra salamullah əleyhanın zikri, da bilirsiniz də, onu irəlidə izahat vermişəm bu barədə. Sonra Ayətəl Kürsi, sonra Qədr surəsi, ondan sonra başqa surələr hansını əzbər bilirsiniz. Qülhüvallah surəsi, Fələq, Nas, Təkasür və başqa surələr, başqa dualar eləyə bilərsiniz. Bununla da bu söhbəti, yəni namazımı bu gün hələlik dayandırıram. İnşallah gələn günlərdə digər namazları haqqında, yəni məlumat da verəcəm, bildiyimiz qədər. Eyni zamanda əyani surətdə onları da inşallah sizə göstərəcəyəm. Hələlik bu qədər, gözünüz xeyrə qalsın, yuxunuz şirin olsun. Mən bu namazı gecə qıldım deyə sizə belə deyirəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.